Hörmətli cənab prezident, hörmətli Dövlət Təhlükəsizlik Xidmətinin generalı Əli Nağıyev. Mən bir ata kimi sizə müraciət edirəm. Övladım Hidayətov Zöhrəb Raqifoğlu 2023-cü il dekabr ayının 26-sında Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində işə alınıb. Hazırda iş keçib Sumqayıt Şəhər Ağır Cinayətlər Məhkəməsinə. Oğlumun bu işdə, necə deyim, günahsız olmağına mən inanıram. Çünki oğlum Azərbaycanı sevən, Azərbaycan iqtisadiyyatına xeyir verən bir adamdır. Güman edirəm ki, bu yanlış, haqsız məlumatlar, yanlış yöndəmləmələr bugün nəticəsində bugün də davam edir. 30 oktyabr Sumqayıtda oğlumun məhkəməsi olacaq. Bir valideyn kimi sizin qəbulunuza düşmək istəyirəm. Düşə bilməsəm də sizdən xahişim var. Oğlumun məhkəmə prosesini nəzarətdə saxlayın. Həqiqətə diqqətlə yanaşın. Çünki nəvələrimin yetkinlik yaşına çatmayan, necə deyim, gözləri yollarda göz yaşlı qalan nəvələrimə sevinç bəxş edin. Haqq ədalətlə məhkəmə prosesinə nəzarət edin.